Salamıram sizə xanımlar və bəylər. Xırdalan şəhərində gözəl bir dənə həyət evinə gəlmişəm çəkməyə. Möhtəşəm ev, günün cekpotu, günün evi dəyərli izləyicimiz. Təqdimata başlayıram həyətindən. Bir dənə həyətinə baxın. Geniş, səliqəli bir həyəti var. Rahat həyətinə 3-4 maşın daxil olur. Kürsülü şəxsi ev dəyərli izləyicimiz. Bu qaraj hissəsidir. Qarajı elə bil ki saraydır. Xanımlar və bəylər, çox geniş garajı var, beton manetlə inşa olunub, səliqəli evdir. 4 otaq dəyərli izləyicimiz. Burada da boş yeri var. Hamam otağı ayaqlı eləyə bilərsiniz. Qarajına bir dənə baxın, həyətinə bir dənə baxın dəyərli izləyicimiz. Xırdalan şəhərində yerləşir. Afbaq yaşayış kompleksinə yaxın bir ərazidə, 7 nömrə məktəbə yaxın bir ərazidə. Xırdalan şəhəri kürsülü şəxsi ev dəyərli izləyicimiz. Bu qiymətə belə bir ev yoxdur, qaçırma. Bir daha qalxaq dəyərli izləyicimiz, evi də göstərim sizə. Kürsülü bir evdir. Rahat bir 10 daş, 11 daş kürsülüdür. Evə daxil olanda geniş, uzun belə koridor hissəsi var. Solda yerləşir mətbəx. Mətbəxin genişliyinə baxın. Pəncərələrin qarşısı açıqdır. Xanımlarımız nə sevir? Mətbəx geniş olanda. Hündürdür, kürsülüdür dəyərli izləyicimiz. Burada yerləşir uşaq yataq otağı. Ev işıqlıdır, fərah evdir. Pəncərələrin qarşısı açıqdır dəyərli izləyicimiz. Gözəl evdir, təmiri də ideal. Şəxsi ev axtaranlar ekrana yaxın eləsin. Qiymət dəyərli izləyicimiz, şirin qiymət. 92.000 manata. Belə bir qiymətə, belə bir həyət evi Xırdalan şəhərində qeyri-mümkündür. Qonaq otağına baxın bir dənə. Görün necə geniş, hündür, işıqlı evdir. Qonaq otağı saraydır, saray dəyərli izləyicimiz. Xırdalan şəhəri Afbaq yaşayış kompleksinin yaxın bir ərazidə dəyərli izləyicimiz. 7 nömrəli məktəbə yaxın bir ərazidə. Həyətin bir daha sizə buradan çəkimini təqdim edeyim. Həyətinə bax, asfalt, rahat 4 maşın daxil olur həyətinə. Qiymət, şirin qiymət 92.000 manata. Bu son deyil, real alırsansa təbii ki endirim var. Kim maraqlıdır səhifədə nömrə var, əlaqə saxlaya bilərsiniz. Xanımlar və bəylər, takip etmeyi unutmayın. Kimdən mülakibət tez bir zamanda satmaq istəyir, müraciət edə bilər. Bugünlük bu qədər. Sağ olun, var olun.